Əziz şagirdlərim, sizinlə bir məntiq sualına, daha doğrusu iki məntiq sualının izahına baxaq. Çoxları baxarkən bu məntiq sualları çətin görsənsəsə, ancaq həlli bir o qədər asandır. Yəni cavabı tapdıqdan sonra da özünüz də görəcəksiniz ki, necə də asandır. Burada birincidə verib bizə 4-dən 1 çıxırmalıyıq 3, 3'ü 3'ə vururuq 9. İkincidə 7-dən 1 çıxırıq 6, 6-nı 6'ya vururuq 36, 13-dən 1 çıxırıq 12, 12'ni 12'yə vururuq 144, 9-dan 1 çıxırıq 8, 8'i də 8'ə vururuq 64. İndi isə 45-ci sualın izahına baxaq. 45-ci sualda bir o qədər qəliz görsənsə də cavabı çox sadədir. Burada rəqəmləri toplayırıq və 2'yə vururuq. 9'un üstə 4 gələndə 13, 13'ün üstünə 1, 14, 14'ü də 2'yə vuranda 28. Burada isə yenə həmin qaydada sonuncuda 4-cüyə baxaq. Vaxt itirmədən 5'in üstünə 1 gəlirik, 6, 6'nın üstə 3, 9, 9'u da 2'yə vururuq, 18. Sonda isə onu qeyd etmək istəyirəm ki, ibtidai sinif hazırlığımızdan yararlanmaq istəsəniz, həm onlayn, həm də əyani şəkildə bu nömrə ilə əlaqə saxlaya bilərsiniz.